faydaları barəsində həm mənəvi, həm maddi, fiziki, cismani baxımından. İmam Əli əleyhissalamın kəlamında Həzrət buyurur ki, Somul cəsəd əl-imsək ənil əğziyə bi iradəti və ixtiyar. İmam cismin orucundan danışır. Xatırlatmaq üçün qeyd edeyim ki, İmam Əlinin kəlamında var, namaz qılanlar barəsində buyurur. Buyurur ki, neçə cür namaz qılanlar var. İmam buyurur, bəzi namaz qılanlar qulların ibadətini edirlər, qorxuya görə, cəhənnəm əzabından qorxduqlarına görə ibadət edirlər. Bəzi namaz qılanlar var, namaz qılırlar, cənnət arzusundadırlar, cənnətə görə ibadət edirlər. Və üçüncü dəstə barəsində İmam buyurur ki, bəzi namaz qılanlar var, nə cəhənnəm qorxusundandır, nə cənnət şövqündəndir. Allahı layiq ibadətə, layiq bilib ibadət edirlər. Bunlar aşiqlərin ibadətidir. Bütün ibadətlərdə baxsaq görərik ki, bu xüsusiyyət var. Adam oruç tutur. Oruc tutmağında məqsəd budur ki, təkcə mən yeməkdən qalmışam. Yox, təkcə bunu fikirləşmir. Fikirləşir ki, Allah Taala bunu buyurub mənə. Mən Allah Taalanın buyurduğunu yerinə yetirirəm. Öz sevdiyi məbudun buyurduğunu yerinə yetirir. Necə ki, Quran-ı Kərimdə Allah Taala buyurur ki, iman gətirənlər barəsində. Buyurur ki, Əlləzīnə āmənu, onlar ki, iman gətiriblər, əşəddu hubbən lillah, Allahı dəhşət dərəcədə sevirlər onlar. Əşəddu, yəni şiddətli, hubbən lillah, Allahı sevirlər. Ayədə Allah Taala buyurur, ya eyyuhəl-ləzīnə āmənu, elə ki, eşidir, ya eyyuhəl-ləzīnə āmənu, diqqətlə gözləyir ki, Allah sonra nə buyuracaq?